daş altına düşəndə yolun qırağında şəhidimiz var idi. Şəhidin üzünü örtməmişdilər, açıq saxlamışdılar bizim şəhidimizin uşaqlar. Bilirsiniz şəhid necə idi? Çox nur yağırdı üzündən. Mən ölü saymıram da, şəhidlərimizin heç biri ölü deyil. Onun üzündəki nur heç vaxt yadımdan çıxmır. Bir dənə üzündən nur var. Keçəndə qaldım ona vaxtı uşaqlara da göstərdim. Soruşdum ki, bəs şəhidimizin üzünü niyə örtmürsünüz? Qayıdıb dedilər ki, üzündən nur yağır, nuruna baxırıq. O an heç vaxt yadımdan çıxmır. Həmişə gözümün qabağına gəlir, hər an gözümün qabağına gəlir. Döyüş vaxtı da, aslında getdiyimiz vaxtda, mühafizəyə çıxdığımız vaxtda, Kəlbəzərə girdiyimiz vaxt, Kəlbəzərdən çıxıb Kəlbəzər-Laçın yolunu təmizlədiyimiz vaxt həmişə o şəhidin nuru gəlir gözümün qabağına. O nurda bütün şəhidlərimizin timsalını həmən nurda görürəm.